7-ci fəsil. Görüntü və arzular. Peter 11 həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi. Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri! Sizə bildirirəm, sözlərimə qulaq asın. Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün 3-cü saatıdır. Bu gördükləriniz Yoel Peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. Allah dedi ki, axır zamanda bütün bəşər üzərinə ruhumdan tökəcəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək. Cavanlarınız görüntülər, ağsaqqallarınızsa röyalar görəcək. Rəbbin adını çağıran hər kəs xilas olacaq. Həvarilərin işləri 2-ci fəsil 14-cü 17-ci ayələr 21-ci ayə. Feziyəl və onun həyat yoldaşı Şarin dindar müsəlman idilər. Onlar səylə İslamın bütün qanunlarını yerinə yetirirdilər. Namaz qılır, dəstəmaz alır, sədəqə verir, oruç tutur. Eləcə də kasıb insanlar üçün su quyusu qazmağa və məscid tikməyə kömək edirdilər. Ər-arvad Allahın mərhəmətinə nail olmağa çalışırdılar. Ramazan ayında Şarin 3 gün 3 gecə ardıcıl olaraq yatmırdı. O bütün bu vaxt namaz qılırdı. Müsəlmanlar inanır ki, səmavi pəncərə açılan kimi Allaha etdikləri dua qəbul olunacaq. Lakin bu pəncərənin nə vaxt açılacağını heç kəs dəqiq bilmir. Şarin inanırdı ki, Allah Ramazan ayında 3 gün ərzində edilən duanı eşidir. 3 gün yatmadan dua etmək işgəncədir. Ancaq Şarin duasına cavab veriləcəyinə ümid edirdi. Bütün can fəşanlıqlarına baxmayaraq, Feyzəl və Şarin daxillərindəki sülh və rahatlıq hiss etmir və qiyamət günündən çox qorxurdular. Onlar Quranda təsəlli verici və ruhlandırıcı vədləri